Salam əziz şagirdlər, bu günlərin biz mövzu sınaq imtahan 1-in nəticələrinə baxacaq. Birinci sualdan başlayaq. Burada hadisə nəticə əlaqələrinin pozulmasından bəhs olunur. Biz bunu tapmalıyıq ki, burada hansı hadisə və nəticə əlaqələri düzgün verilməyib. Deməli, A cavabına baxırıq. Daxili çəkmələrin baş verməsi hadisəsi nəticəsində Sacovlular dövləti süqut etdimi? Bəli. Biz bilirik ki, Sacovlular dövlətinin zəifləməsinin və süqut etməsinin səbəblərindən biri daxili çəkmələrin baş verməsidir. Ona görə də bu doğru cavab deyil. Burada uyğunluq pozulmayıb. Qara Yusif tərəfindən orduya xüsusi diqqətin yetirilməsi nəticədə ölkənin müdafiəsini gücləndirdi. Bəli, bu qara qoyunlu mövzusunda var. Burada deməli əlaqə pozulmayıb. Ona görə də bunda daha doğru cavab deyil. C cavabında deyilir ki, Aslanşahın Səlcuq dövlətində sultan taxtına çıxması nəticədə Eldənizin Böyük Atabəy adlanmasına səbəb oldu mu? Bəli. Eldənizlər mövzusunda biz bunu keçmişik və ondan sonra Eldəniz Böyük Atabəy titulunu olandan sonra da o demək olar ki, Dərbənddən İran körfəzinə qədər olan böyük bir ərazilərə nəzarət edirdi, idarə edirdi. Bu da cavab deyil. D cavabı doğru cavabdır. Xaqan ilə Səlcuq bəyin münasibətlərin pisləşməsi nəticədə Səlcuq bəyin başçılığı ilə yeni dövlətin yaradılmasına səbəb oldu mu? Xeyr. Çünki bəli, Səlcuq bəyin münasibətləri Oğuz xaqanı ilə pisləşir və sonra o oranı tərk eləyir, başqa yerə köçür öz yaxınları ilə bir yerdə. Amma nəticədə o dövlət yaratmır, onun varisləri dövlət yaradıb, Səlcuq dövləti nəzərdə tuturuq. Ona görə burada hadisə nəticə əlaqələri pozulubdur. Ona görə də doğru cavab D-dir. Və Y-də isə Sacilər dövləti meydana gəlməsi nəticəsində biz bilirik ki, Azərbaycan torpaqları ilk dəfə vahid dövlət tərkibində birləşdirilmişdir. Burada da uyğunluq, deməli, burada hadisə nəticə əlaqəsi pozulmayıb. Davam eləyək. İkinci sual, uyğun kəsişmə nöqtəsini müəyyən edin. Deməli, baxırıq burada Bakı ilə Çıraqqala kəsişir. Bir də bu kəsişmə yanlış kəsişmədir. Çünki biz bilirik ki, Çıraqqala Şabranda yerləşir. Deməli, ikinci kəsişmə Culfa ilə Əlincə qalası kəsişir. Bu doğru kəsişmədir. Çünki Əlincə qalası Culfada yerləşir. Bunu bilirik, bilməliyik. Və üçüncüdə kəsişmə Qız qalası Şabranda yerləşirmi? Əlbəttə ki, xeyr, bu da yanlışdır. Qız qalası Bakıda yerləşir. Ona görə burada sadəcə 2 doğrudur. Yalnız 2 cavabı, yəni C cavabı doğru cavabdır. Üçüncü sual Şirvanşahlar dövlətinin 9-10-cu yüzilliklər tarixinə aiddir. Burada biz həm Şirvanşahlar dövləti ilə bağlı məlumatları bilməliyik, həm də onun 9-10-cu əsrlərinə aid hadisələri bilməliyik, qarışdırmamalıyıq. Çünki Şirvanşahlar bilirik ki, orta əsrdə ən uzun ömürlü dövlətimizdir. 9-cu əsrdə yaranıb 16-cı əsrə qədər mövcud olmuşdur. Buna nəzər almaq lazımdır. Başlayaq. Deməli, birincidə deyil ki, Ərəb xilafətinə hala salması, xeyr, belə bir şey yoxdur. Amma bir də xatırlayaq ki, Şirvanşahlar dövləti məhz Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranıb. Varlığına son qoyulması bu da yanlışdır. Çünki varlığına 16-cı əsrdə Səfəvilər dövləti son qoyub. Bu da olmaz. Çünki bizdən 9-10-cu əsr istəyir. 3. Paytaxtın Şamaxı şəhəri olması bu doğru cavabdır. Biz deməli biz Sacilər mövzusunda xəritə görürük. Sacilər dövlətinin xəritəsini görürük və orada biz onun şimalda Şirvanşahlarla həmsərhəd olduğunu görürük və orada da Şamaxının paytaxt olduğunu görürük. Sacilər də 9-10-cu əsrdə olduğuna görə də deməli Şirvanşahların da 9-10-cu əsrdə paytaxt şəhəri Şamaxı şəhəri olmuşdur. Bunu doğru cavablardan biri kimi götürməliyik. İkincisi, burada deməli ikinci doğru cavab da 4-dür. Niyə 4-dür? Çünki Sacovlular dövlətinin asahala düşməsi bəli bilirik ki, o əsrlərdə, yəni 9-10-cu əsrlərdə bir müddət Şirvanşahlar dövləti Sacilərdən asahala düşüb və bunu Yusif Sacovlu etmişdir. 5-ci cavab isə yanlışdır. Düzdür, Qaraqoyunlu dövləti xəritəsində biz baxanda Şirvanşahlar dövlətini orada görürük və həmsərhəd olduğunu da görürük. Sadəcə o 15-ci əsrdə olub, amma bizdən sualda 9-10-cu əsrlər istəyir. Ona görə də burada cavab 3-4-dür. Y cavabı doğru cavabdır. 4-cü sual, Eldənizlər dövlətinin ilk sultanı kim olmuşdur? Biz bilirik ki, Eldənizlər dövlətinin ilk hökmdarı Şəmsəddin Eldəniz olub, lakin Eldəniz sultan titulu götürməyib, ona görə də bu cavabı çıxırıq. Qara Yusuf Qaraqoyunlu dövlətinin hökmdarıdır, Həsən Padşah Ağqoyunlu dövlətinin hökmdarıdır, Aslan Şah isə Səlcuq dövlətinin hökmdarıdır. Öncə Səlcuqlu şahzadəsi olub, daha sonra sultanı olub və Eldənizlər dövlətinin hökmdarı deyil. Sultanı da deyil. Arslanşahda bilirsiniz ki, Eldəniz Arslanşahın Atabəyi olub. Daha sonra Eldəniz Arslanşahın taxta çıxmasına səbəb olur və özü də Böyük Atabəy ünvanı götürür. Qızıl Arslandır burada doğru cavab. Bəli, Qızıl Arslan Eldənizin evlatlarından biridir, kiçik oğludur. O hakimiyyətə gəlir və hakimiyyətə gələndən sonra kitabda yazıldığı kimi o ilk dəfə Eldənizlər dövlətinin hökmdarları arasında ilk dəfə əlavə olaraq o rəsmi olaraq sultan titulu götürmüşdür. Cavab B-dir.
Deməli 5-ci sualda cədvəl verilib. Cədvəldə xüsusiyyətlərə görə dövlətləri müəyyən etmək lazımdır. Burada görürük ki, 9-cu əsrdə şimal torpaqlarında yaranıb. Biz bilirik ki, şimal torpaqlarında Şirvanşahlar və Eldənizlər dövlətlərimiz yaranıb. Sacilər isə cənubda yaranıb. Avtomatik saciləri çıxırıq. Eldənizləri də çıxırıq. Niyə çıxırıq? Çünki Eldənizlər 12-ci əsrdə yaranıb. Deməli burada cavablardan birinci sütunda Şirvanşahlar nəzərdə tutulub. İkinci sütuna baxırıq. Burada 12-ci əsrdə mövcud idi. Bu bilirik ki, Baharlı ola bilməz, zaten Qaraqoyunlu ola bilməz, Teymurlər ola bilməz. Bu sacilər bir ehtimal olma ehtimalı var. Təbii ki, bir də Eldənizlər, çünki Eldənizlər 12-ci əsrdə yaranıb və bilirik ki, Eldənizlər mövcud olanda sacilər deyə bir dövlətimiz artıq yox idi. Təbii ki, burada Qaraqoyunlunu da nəzərə alırıq ki, 12-ci əsrdə olmayıb və dini də buradan çıxırıq. Deməli, C cavabı doğru cavab olur. Kontrol üçün 3-cü sütuna da baxırıq. Müsəlmanların müqəddəs kitabı türk dilinə tərcümə edilmişdir. Bəli, Quran-ı Kərimdən gedir söhbət. Biz bilirik ki, Baharlı dövlətinin, yəni Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusif müqəddəs kitabımız olan Quran-ı Kərimi türk dilinə tərcümə etdirmişdir. Ona görə də burada doğru cavab bir daha deyirəm C-dir. Davam eləyək. 6-cı sual. Sacilər dövləti Eldənizlər dövlətdən fərqli olaraq Arazdan şimalda yaranıbmı? Xeyr. Çünki tam tərsinə Eldənizlər Arazdan şimalda yaranıb. Olmaz. Ərəb xilafət tərəfindən süqutu quradıılıb. Xeyr. Heç bir dövlətimiz Albaniyadan başqa sacilər Ərəb xilafət tərəfindən süqutu quraılmayıb. Sadəcə Albaniyaya aiddir bu xüsusiyyət. Azərbaycanın ilk dövlətlərindən biri hesab olunur. Xeyr. Nə sacilər, nə Eldənizlər ilk dövlətimiz deyil. Bilirik ki, cənubda ilk dövlətimiz Mannadır, şimalda da Albaniyadır. Azərbaycanın bütün torpaqlarını ilk dəfə birləşdirmək, bəli, bu doğru cavabdır. Belə ki, sacilər tariximizdə ilk dəfə Azərbaycanı birləşdirib. Ola bilsin çaşdırasınız ki, Eldənizlər də Azərbaycanı birləşdirib. Bəli, əgər ilk sözü olmasaydı, bu oxşarlıq olardı ki, sacilər də Eldənizlər də Azərbaycanı birləşdirib. Amma ilk dəfə birləşdirdiyinə görə sacilərin bu Eldənizlərdən fərqli kimi nəzərdə tutulur. Orta əsrlərdə mövcud olmaq təbii ki, bu da yanlışdır. Niyə? Çünki bu artıq hər ikisinə aid bir özəllikdir, oxşarlıqdır. Ona görə cavab D-dir. 7-ci sual mətn verilib. Mətndə Dərbənddəki qul bazarında belə bir qayda var idi. 39 qul alana daha bir qul hədiyyə verilirdi. Yəni burada quldan gedir söhbət və bilirik ki, həmən qul uşaqlıq vaxtında alınır, sonra o Səlcuq sarayına satılır, verilir, orada yetişir və sonradan böyük bir hökmdara çevrilir. Təbii ki, bu biz bilməliyik ki, söhbət burada Şəmsəddin Eldənizdən gedir. Davam edirik. 8-ci sual. Sxem verilib. Sxemdə Yusif Sacıoğlu'ndan gedir söhbət və Yusif Sacıoğlu'nun xüsusiyyətləri verilib. Üsyançılara qarşı mübarizə aparıb, mədəni iqtisadi inkişafa qayğı göstərib, ölkəmizin ərazi bütövlüyünü təmin edib, yəni Azərbaycanı birləşdirib. Növbəti 4-cünü tapmalıyıq. Baxırıq cavablara. Eramızın əvvəllərində hökmdar olmuşdur, yanlışdır. Eramızın əvvəlləri uşaqlar 1, 2, 3-cü əsrlər nəzərdə tutulur. Biz də bilirik ki, Yusif Sacıoğlu 10-cu əsrdə hakimiyyətdə olub. Sacilər özü 9-cu əsrdə yaranıb, ona görə də bu deyil. Azərbaycan dilini dövlət dili elan etmişdi, xeyr. Bu xüsusiyyət, bunu ilk dəfə edən Şah İsmaildir 16-cı əsrdə, ona görə də bu da deyil. C cavabında deyilir, Şirvanşahlar dövlətini asılı hala salmışdı. Bəli, bayaq da qeyd etdiyimiz kimi Yusif Sacıoğlu məhz Şirvanşahları da asılı hala salmaqla Azərbaycan ərazisini vahid dövlət şəklində birləşdirmişdi. Avtomatik olaraq təbii ki, D də, Y də yanlışdır. Çünki Ərəb xilafətinə varlığına son qoymayıb. Baxmayaraq ki, Yusif Sacıoğlu bilirsiniz ki, xilafətlə dəfələrlə mübarizə aparıb. Sonra Xürrəmlər hərəkatından heç bir əlaqəsi yoxdur. Xürrəmlər hərəkatını yatıran şəxs çaşdıra bilərik. Çünki Yusuf Sacıoğlu da Afşin ləqəbi götürüb. Sacıoğlular bir qayda olaraq bilirsiniz ki, Afşin adlanırdılar eyni zamanda. Bir də bizim bildiyimiz Babək mövzusundan Afşin var. Onun əsl adı Heydər Kavusoğlu'dur. O Xürrəmlər hərəkatını yatıran bilirsiniz ki, odur. Ona görə də Yusif Sacıoğlu'ndan qəti olaraq qarışdırmamaq lazımdır. 9-cu sual. Eldənizlər və Qaraqoyunluları Venn diaqramda müqayisə etmək. Deməli, Araz çayından cənubda yaranıb. Təbii ki, bu Qaraqoyunlulara aid bir özəllikdir, xüsusiyyətdir. Çünki Eldənizlər şimalda yaranıb. Anı buraya yazırıq. Şirvanşahlar dövləti ilə həmsərhəd olması. Hər iki dövlətimiz Şirvanşahlarla həmsərhəd olub. Sadəcə Eldənizlər 12-ci əsrdə deyəlim həmsərhəd olub. Qaraqoyunlu isə təbii ki, 15-ci əsrdə həmsərhəd olub. Bunu da ortaya yazırıq. Naxçıvan paytaxt şəhəridir. Bu Eldənizlərə aiddir. Bilirik ki, Eldənizlərin ilk paytaxtı Naxçıvan olub. Hökmdarının sultan titulu götürməsi, bu da hər ikisinə aiddir. Xatırlayaq, çünki Eldənizlərdə bilirik ki, Qızıl Arslan sultan titulu götürüb. Qaraqoyunluda da Qara Yusifin özü həm padşah, həm sultan deyilirdi. Ona görə də hər ikisinin sultan titulu götürən hökmdarı olduğunu nəzərə alıb biz bunu da ortaya yazırıq. Beləliklə burada doğru cavab D olur. 1C, 2A, 3B, D. 10 sayılı sual. Deməli, burada adları verilmiş mədəniyyət xadimlərinin heç birinə aid deyil.
Burada iki mədəniyyət xadimi Nizami Gəncəvi və Memar Əcəmi verilib. Ümumi məlumat olaraq deyək ki, Nizami Gəncəvi bilirsiniz ki, şair olub, ədəbiyyat sahəsində çalışıb. Memar Əcəmi isə memarlıq sahəsində çalışıb. Hətta Naxçıvanda xüsusi memarlıq məktəbinin yaradılmasında böyük rolu var və Naxçıvanda bir sıra maraqlı abidələrimizi inşa etmişdir. İndi biz burada elə bir cavab tapmalıyıq ki, nə Nizami Gəncəviyə, nə də Memar Əcəmiyə aid olmasın. A cavabında deyilir ki, Eldənizlər dövlətində fəaliyyət göstərib. Hər ikisi bilirik ki, Eldənizlər mövzusundan bilirik ki, hər ikisi Eldənizlər dövründə fəaliyyət göstərib. Bu yanlış cavabdır. Yəni əslində bu hər ikisinə aiddir. Azərbaycanda memarlığın əsasını qoymuşdu. Bəli, doğru cavab budur. İndi gəlin təhlil edək nəyə görə? Çünki Nizami Gəncəvi birincisi memarlıq sahəsində fəaliyyət göstərmir. Bunu çıxırıq. Memar Əcəmi bizi çaşdıra bilər ki, bəli, o memarlığın inkişafına çalışıb və buna da nail olub, amma memarlığın təbii ki, əsasını qoymur. Memarlığın əsası eramızdan əvvəl qoyulmuşdu. Biz onu dəqiq təbii ki, biz bilmirik. Ümumi olaraq yəni ilk binaları tikən, ilk şəhərləri salan, ilk memar haqqında məlumatı təbii ki, heç kim bilə bilməz. Bu yanıltıcı bir cavabdır. Diqqətli olmaq lazımdır. Məntiqi bir sualdır. Ona görə də burada doğru cavab D-dir. Burada doğru cavab B-dir, üzr istəyirəm. C cavabı təbii ki, burada baxırıq, Azərbaycan ədəbiyyatının inkişafına çağırmışdır. Bu Nizamiyə aiddir. D cavabı da yanlışdır, çünki 12-ci yüzillikdə tanınmış şairlərdən yenə Nizamiyə aiddir. Nizami Gəncəviyə Naxçıvan şəhərində fəaliyyət göstərmişdi. Bu da Memar Əcəmiyə aiddir. Bayaq da dediyim kimi o zaten inşa etdiyi abidələrin əksəriyyətini Naxçıvanda inşa etmişdi. Hər halda orada fəaliyyət göstərməlidir ki, onları inşa edə bilsin. Cavab B-dir burada. Davam edirik, gəlirik 11-ci suala. Şirvanşahlar dövlətinin mövcud olduğu dövrdə uyğun gələn hadisəni müəyyən edin. Xüsusi burada işarələr var, üçbucaqlar var. Bu üçbucaqların istiqamətinə görə, yəni doğru cavabları tapıb o üçbucaqların istiqamətinə görə müəyyən etmək lazımdır. Şirvanşahlar mövcud olan dövr deyəndə uşaqlar nəzərdə tutulur. Şirvanşahların yaranmasından, yəni 9-cu əsrdən 16-cı əsrə süqutuna qədər olan dövr nəzərdə tutulur və bu aralıqda olan hadisələrə nəzər yetirsək, misal qarşısına yazmamız fayda verər. Təbrizin paytaxt olması, biz bilirik ki, ən azından deyəlim ki, Qaraqoynlunun və Ağqoynlunun paytaxtı Təbriz olub 15-ci əsrdə, deyəlim ki, o zaman 15-ci əsr kimi götürsək, deməli bunu nəzərə ala bilərik. Daha sonra Naxçıvanda Yusif İbn Küseyir türbəsinin inşa edilməsi, biz bilirik ki, bunu Memar Əcəmi 12-ci əsrdə inşa edib, deməli bunu da götürə bilərik. Bəz qalasının inşa edilməsi 9-cu əsr olsa da, burada diqqətli olmalıyıq. Bəz qalası Babək və Xürrəmlərə aiddir və bilirik ki, Xürrəmlər hərəkatı başlamadan əvvəl artıq Bəz qalası var idi, tikilmiş idi və yaxud Xürrəmlərin dövründə var idi. Onda da deməli Şirvanşahlar yox idi, çünki Xürrəmlər 9-cu əsrin birinci yarısındadır, amma Şirvanşahlar 9-cu əsrin ikinci yarısında yaranıb. Hər halda Xürrəmlər hərəkatı yatırılmasından sonra yaranıb Şirvanşahlar. 9-cu əsr olmasına baxmayaraq Şirvanşahların yaranması biz Bəz qalasını götürmürük. Ərəblərin Azərbaycan iki hücumları da bu zaten 7-ci əsrdir. Ona görə bunlar yanlışdır. Ona görə də burada aşağı və yuxarı baxan üçbucaqları götürürük. Bu da Y cavabıdır. 12-ci sual məntiqi ardıcılığı tamamlayan cavabı müəyyən edin. Azərbaycan 9-cu əsrdə nəzərdə tutulur. Xürrəmlər hərəkatı yatırılması və bu bir başlanğıcdır. Ortadakı səbəb və nəticəni görməliyik. Sonda da deyilir ki, Azərbaycanın xilafətin tərkibindən çıxması. Yəni Xürrəmlər hərəkatının yatırılması və sonradan da xilafətin tərkibindən çıxmamıza o aradakı səbəb nədir? Birincinin deməli biz nəticəsini görməliyik. Üçüncüdə də ikincinin boş buraxılmışın səbəbi olaraq görməliyik. Və baxırıq orada, misal üçün Səlcuq dövlətinin yaranması, bunun heç bir aidiyyəti yoxdur. Çünki 12-ci əsr, 11-ci əsrdir. Özü də Azərbaycanda deyil. Burada 9-cu əsr bu olmaz. Bunu silirik. B-də deyir, Monqollar tərəfindən Cəlalilər dövlətinin yaradılması. Cəlalilər adı bilirsiniz ki, Qaraqoynuda səslənir, 15-ci əsr. Ən azından 14-15-ci əsrdə mövcud olub, belə deyək. Ona görə bu da olmaz. Babəkin yenidən Bəz qalasının iqamətgah seçməsi, bu da yanlış ifadədir. Belə bir hadisə baş verməyib və Bəz qalası dağıdılıb. Azərbaycan ərəblərin ilk yürüşlərinin təşkil edilməsi, bu da yanlışdır. Niyə? Çünki bayaq da dediyimiz kimi 7-ci əsrdə baş verib ilk yürüşlər, o da olmaz. Və cavab Y-dir. Bəli, bildiyiniz kimi bu söhbət burada Xürrəmlər hərəkatının nəticələrindən gedir. Xatırlayırsınızsa orada 3 nəticə var. Xürrəmlər hərəkatının yatırılması, buna baxmayaraq deyir, amma Ərəb xilafətini zəiflədi. Yəni hərəkatın yatırılmasına baxmayaraq xilafət zəiflədi və Azərbaycan xilafətin tərkibindən çıxdı. Ona görə də burada doğru cavab Y-dir. 13-cü sual, Azərbaycan Atabəylər dövlətin ilk paytaxtı olmuş şəhəri müəyyən edin. Atabəylər dövlətin ilk paytaxtı Naxçıvan şəhəridir. Bu bizim tarix xəritəmizdir. Bir daha burada göstərirəm. Bu Kür çaydır, bu Araz çaydır, Kürə qovuşur və iki bizim böyük çayımızdır. Azərbaycanın şimal torpaqları yuxarıdakıdır, bu istiqamətdə olanlardır.
Cənub torpaqları da bu istiqamətdə olanlardır. Dediyimiz kimi, məsələn 2 ilə 5 cənub torpaqlarımızdadır, 3 ilə 4 şimal 1, 3, 4 şimal torpaqlarımızdır və biz bilirik ki, Naxçıvan və bilməliyik ki, Naxçıvan Kürlə Araz çayı arasında yerləşir, yəni bu hissədə yerləşir. Ona görə də cavab burada 4-dür. Naxçıvan 4-də yerləşir. Növbəti sual, deməli 14-cü sual. Azərbaycanda daş dövrünə aid olan buraxılmış ifadəni müəyyən edin. Burada cavab, deməli, nədir cavab? Bəzək əşyalarının hazırlanması, bəli. Çünki bəzək əşyaları bütün dövrlərdə hazırlanıb və ilk bəzək əşyaları da zaten daş dövründədir. Ona görə də doğru cavab deyil. Digər cavablara baxsaq, xış alətindən istifadə tunc dövrüdür, daş dövrü deyil. İlk dövlətin yaranması dəmir dövründən başlayır. Kanal və arxalardan istifadə başlaması tunc dövründən başlayır. Dəmirdən istifadənin başlanması da təbii ki, tunc dövrünün sonudur. Geniş istifadəsi də dəmir dövrünün özüdür. Ona görə bu da deyil, doğru cavab deyilir. 15-ci sual uyğunluq gözlənilmişdir. Burada deməli Azərbaycanın uyğun olan, yəni burada 5 cavabdan biri doğrudur, 4-ü yanlışdır. Azərbaycanın şimal torpaqlarında yaranan ilk dövlət idi Manna. Bu yanlışdır. Niyə? Çünki Manna cənubda yaranmış dövlətimizdir. Azərbaycanın ilk dövlət qurumları yaranmışdı eramızın əvvəllərində. Bu da yanlışdır. Bayaq da dediyim kimi eramızın əvvəlləri 1-ci, 2-ci, 3-cü əsrlər sayılır. Amma biz bilirik ki, zaten ilk dövlətimiz olan Manna eradan əvvəl 9-cu əsrdə yaranıb. Dövlət qurumları dövlətdən öncə yarandığına görə təbii ki, biz bunu götürə bilmərik. Manna dövlətinin ilk hökmdarı İranzu olmuşdur. Bu da yanlışdır. Biz bunu bilirik ki, ilk hökmdar İranzu deyil. Bilənlər bilir, bilməyənlərin də bilməyinə ehtiyac yoxdur. Çünki əsas olan odur ki, İranzu ən məşhur hökmdarı olub, amma ilk hökmdarı olmamışdır. Qədim dövrdə dövlətlərimizə qarşı işğalçı siyasət aparmışdı Romalılar. Bəli, doğru cavab budur. Qədim dövrdə həm Albaniya, həm də Atropatenaya qarşı Roma dövləti işğalçılıq siyasət aparıb. Xatırlayırsınızsa, Atropatena Roma ordularına məğlub etmiş, bayrağını ələ keçirmişdi. Albaniya isə son nəticədə Roma ilə sülh bağlamışdı. Belə bir ifadələr sizə tanış gəlir. Y cavabı da yanlışdır. Çünki burada yazır bütün Azərbaycan torpaqlarını əhatə edirdi Albaniya. Xeyr. Albaniya yalnız Azərbaycanın şimal torpaqlarını əhatə edirdi və ona görə də bunu da götürmək olmaz. Uyğunluq pozulub orada. Cavab D-dir. 16-cı sualda deyir ki, deməli Atropatena dövləti ilə Albaniya dövlətinə aid oxşarlıqdır. Atropatena dövləti və Albaniya hər ikisi eradan əvvəl 4-cü əsrdə yaranıb və biz cavablara gəlin baxaq. A-da deyir, eradan əvvəl benzimin ilk yarısında yaranıb, səhvdir. Çünki ilk yarısı birinci yarısı deməkdir. Atropatena və Albaniya ikinci yarısında yaranıb. Sərhədlərinin Araz çayına qədər olması, bəli, bu doğru cavabdır. Və biz bilirik ki, Atropatenanın şimal sərhədləri Araz çayına qədər idi, Albaniyanın isə cənub sərhədləri Araz çayına qədər idi. Ona görə də hər ikisinin sərhəd çaylarından biri, deməli, Araz çayı olub. Ona görə də bu oxşarlıqdır. Cənub sərhədlərinin Zəncana qədər, Həmədana qədər uzanması bu yanlışdır. Bu yalnız Atropatenaya aid ola bilər maksimum. Albaniyanın cənub sərhədləri bilirik ki, Araz çayına qədər olub. Urmiya göl ətrafında yaranmaları, bu da səhvdir. Bunu ancaq Atropatenaya aid edə bilərik. Bütün Azərbaycanı əhatə etmək, bu da bilirik ki, 3 qədim dövlətimiz olub və heç biri Azərbaycanı tam olaraq əhatə etməyib. Ona görə cavab B-dir. 17-ci sual, sxema uyğun cavabı müəyyən etmək lazımdır. Deməli, 17-ci sualda bəli, sxema uyğun cavab müəyyən etmək lazımdır. Atropatena dövlətinə aid olan xüsusiyyətlər verilib və burada iki hissəyə bölünüb. Bizim eradan əvvəl və eramızda. Bizim eramızdan əvvəl xananın biri boş buraxılıb, onu tapmaq lazımdır. Deməli, biz burada iki şey fikir verməliyik. Verilmiş hadisə həm Atropatenaya aid olmalıdır və həm də eradan əvvələ aid olmalıdır. Ərəb xilafətinə qarşı mübarizə aparmaq olmaz. Çünki ümumiyyətlə Ərəb xilafəti ilə Atropatena bir-birini görməyiblər. Niyə görə? Çünki Atropatena 3-cü əsrdə süqut edib, xilafət 7-ci əsrdə yaranıb. Bu mümkün deyil. Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirmək. Bilirik ki, bayaq da dediyim kimi, heç bir qədim dövlətimiz Azərbaycanı birləşdirməyib. Ərazisindən beynəlxalq ticarət yollarının keçməsi, bəli, doğru cavab budur. Biz bilirik ki, Atropatena yarandıqdan sonra Azərbaycanın cənub torpaqlarından Hindistana və Çinə gedən ticarət yolları keçirdi. Ona görə də doğru cavab C-dir. İskəndərin işğalçı yükünə məruz qalmaq bu yanlışdır. Biz bilirik ki, və bilməliyik ki, həm Atropatena dövlətinin yaranması, həm də Albaniyanın dövlətinin yaranması İskəndərin ölümündən sonra və yaxud İskəndərin imperiyasının parçalanmasından sonra yaranmışdır. Olmaz. Atropatın Romalılara qarşı mübarizə aparması, burada da biz yanıla bilərik. Atropatena bəli Romalılara qarşı mübarizə aparıb, amma bu Atropat olmayıb. Mövzuda da deyildiyi kimi, Atropat öləndən sonra, ondan sonra gələn hökmdarlar deyir ki, dövlətinin Atropatenanın müstəqilliyi uğrunda hər zaman mübarizə aparmışlar və deyir, sonradan hökmdarlarından biri Romalılarla mübarizə aparıb. Dolayısıyla bu Atropat deyil, Atropatdan sonra gələn hökmdarlardan biridir. Bu da ifadə burada yanlışdır. Doğru cavab burada, ona görə də C olur.
edək. 18-ci sual uyğunluq pozulmuşdur. Deməli, burada Roma dövləti ilə ərəb xilafət naili oxşarlıqdır. İşğalçılıq siyasəti yürütmək vətənimizə qarşı burada pozulmayıb, ikisi də yürüdüb. Sonra 12-ci əsrdə, 11-ci əsrdə B cavabında deyil, 11-ci əsrdə Azərbaycan cənub torpaqlarında yaranmış Oğuzların ilk dövləti. Bəli, doğru cavab budur. Niyə? Çünki bəli, Oğuz dövləti və Səlcuq dövləti bilirik ki, 11-ci əsrdə yaranıb və Səlcuq dövlətindən əvvəl Oğuz dövləti də olub və ona görə də həm Oğuz dövləti, ilk Oğuz dövləti dediyimiz o xaqanı idarə etdiyi və daha sonra Səlcuq bəyin varislərinin yaratdığı Səlcuq dövləti hər ikisi Mərkəzi Asiyada yaranıb. Ona görə də Səlcuqlu dövlətini də nəzərdə tutsanız, o da Azərbaycanda yaranmış dövlət sayılmır. 11-ci əsrdə yaranmasına baxmayaraq, ona görə də burada uyğunluq pozulmuşdur. C cavabı D və Y-də isə təbii ki, uyğunluq pozulmayıb. İfadələr orada hamısı doğrudur. Davam edək. 19 sayılı sual. Müasir xəritədə Qobustanın qoruğunun hansı şəhərimizin yaxınında olduğunu müəyyən edin. Biz bilirik ki, Bakı yaxınlığında yerləşir. Bakı da bilirik ki, müasir xəritədə burada yerləşir və ona görə də cavab yedir. Ümumiyyətlə, məlumat üçün deyək ki, burada 3 Naxçıvandır, 4 Gəncədir, 5 Şəkidir, 2 isə Şamaxıdır. Bunu deyirəm ki, bir daha diqqətinizdə, nəzərinizdə olsun və yadınızda qalsın. Davam edək. 20-ci sual. Yeni bir dövlət qurmuşdu. Deməli, Səlcuq bəy, xeyr, Səlcuq bəy dövlət qurmayıb. Atropat, bəli, Atropat ilə qurucusudur. Şəmsəddin Eldənizlərin qurucusudur. Qızıl Arslan deyil, o Eldənizin oğludur. Sonradan hakimiyyətə gəlib və Babək də ümumiyyətlə dövlət başçısı deyil. Ona görə də burada cavab 200, yəni A cavabıdır. 21-ci sual. 21-ci sualda deyir ki, daha əvvəl baş vermişdi. Hadisələr içərisində ən qədim olanı seçməliyik. İlk olanı seçməliyik. Ox və kamanın ixtira edilməsi bilirik ki, daş dövründə baş verib. Daş dövrü. İlk əmək alətlərinin hazırlanması, o da daş dövrüdür. Sonra istehsal təsərrüfatı meydana gəlməsi, o da daş dövrüdür. İlk metalın kəşf edilməsi, o da daş dövrüdür. İnsanların uzaq məsafədən təhlükəsiz ov etməyə başlaması, o da daş dövrüdür. Deməli, burada verilmiş 5 hadisənin 5-i də daş dövründə baş verib. Ona görə də biz burada məntiqlə istifadə etməliyik və burada təbii ki, cavab ilk əmək alətlərinin hazırlanmasıdır. Çünki bu, belə deyək, daş dövrünün əvvəllərində olub. Ox və kamanın ixtirası daha sonra baş verib. İstehsal təsərrüfatının yaranması üçün ox və kaman ixtira edilməlidir. Ox və kaman ixtira edilməlidir ki, heyvanları uzaqdan ovlaya biləsən. İlk metalın kəşfi isə, yəni mis, daş dövrünün sonudur. Ona görə də burada ilk əmək alətlərinin hazırlanması B cavabını götürməliyik. 22-ci sual 12-ci əsrdə Azərbaycan tarixinə aiddir. Baxırıq, deməli, 12-ci əsrdə yeni bir dövlətin əsası qoyulubmu? Bəli. Söhbət nədən gedir? Söhbət demək ki, Eldənizlər dövlətinin yaranmasından gedir. Biri götürməliyik. Naxçıvan ilk dəfə, deməli, Naxçıvan ilk dəfə paytaxt şəhərə çevrilmişdir. Bəli, Naxçıvan Eldənizlər 1136-cı ildə yarandıqdan sonra paytaxt ediblər. Deməli, 2-ni də götürürük. 3. Memar Əcəmini Bakıda Möminə xatun türbəsini inşa etməsi. Bəli, Memar Əcəmi Möminə xatun türbəsini inşa etməyinə edib, amma Bakıda yox, Naxçıvanda. İfadə yanlışdır. Ona görə də 3-dən imtina edirik. 4. Azərbaycan torpaqlarının vahid dövlət halını birləşdirməsi. Bu da doğru cavabdır. Çünki bəli, məhz Eldənizlər 12-ci əsrdə Azərbaycanı vahid dövlət şəklində birləşdirib. Səlcuq bəyin dövlət xadimi olaraq fəaliyyət göstərməsi. Bu da olmaz. Çünki Səlcuq dövlətinin özü belə 11-ci əsrdə yaranıb və Səlcuq bəyin varisləri tərəfindən yaradılıb. Ona görə də 12-ci əsrdə Səlcuq bəy ola bilməz, yaşaya bilməz, belə deyək. Ona görə cavab 1, 2, 4. 23-cü sual. Dövlətlərin süquta uğramalarının xronoloji ardıcılığını müəyyən edin və burada deyir ki, cavabı rəqəmlərin arasında boşluq buraxmadan və vergül işarəsi qoymadan qeyd etmək lazımdır. Buna diqqət eləmək lazımdır ki, sistem yanlış oxumasın. Deməli, biz burada baxırıq, Baharlı dövləti deməli, süquta uğrayıb 15-ci əsrin ikinci yarısında. Sazilər dövləti 15-ci əsrin, Sazilər dövləti tam dəqiq bilmirik, kitabda verilməyib, amma ən azından Eldənizlər dövləti yarananda artıq Sazilər dövləti yox idi. Yəni, sadəcə məlumat üçün deyim ki, Sazilər 10-cu əsrdə süqut eləyib. Eldənizlər dövləti isə 12-ci əsrdə yaranıb və 13-cü əsrdə süqut eləyib. Bunu da qeyd eləyək. Deməli, Albaniya dövləti isə bunu bilirik dəqiqliklə. Bu da 8-ci əsrdə süqut etmiş dövlətimizdir. Ona görə də ardıcıllıq belə olmalıdır. 4, öncə 4 Albaniya, sonra Sazilər 2, sonra Eldənizlər 3 və sonra da ən sonda Baharlı dövləti, yəni Qaraqoyunlu dövləti 4, 2, 3, 1. 24-cü sual. 24-cü sualda klaster verilib. Burada diqqət eləməliyik. Burada 2 məsələ var. Sualın tərkibində 2 sual var sanki. 1. Biz 9-cu əsrin 1-ci yarısını nəzərdə tutmalıyıq. 2.
Biz burada diqqətli olmalıyıq ki, bu ərəblərin hakimiyyəti dövrünə aid hadisələr olsun. Azərbaycan ərəb xilafətinin tərkibində olması zaten birincidə deyilir. 9-cu əsrin birinci yarısında hələ də xilafətin tərkibində idik. Daha sonra 3 cavabı tapmalıyıq buradan. Baxaq da cavablara. 1. Babək öz dövlətinin üstündə. Babək öz dövlətini deyən kimi biz avtomatik ondan imtina edirik. Çünki Babəkin dövləti olmayıb. Ərəb xəlifəsi tərəfindən Heydər Kavusoğlu'nun xürrəmlərə qarşı yönləndirilməsi, bəli. Orada bizim Babək mövzumuzda deyir ki, Babək üsyanını yatırmaq üçün Ərəb xəlifəsi türk sərkərdəsi olan Afşini göndərdi. Sazilər mövzusunda da deyilir ki, həmən o Afşin əsl adı Heydər Kavusoğlu'dur. Ona görə də 2 doğru cavablardan biridir. 3. Yusuf Sacıoğlu bütün Azərbaycan torpaqlarını birləşdirmişdi. Bəli, birləşdirmişdi, amma birinci yarısını, 9-cu əsrin birinci yarısını ola bilməz. Çünki Sazilər dövlətinin özü, Sazilər mövzusunda qeyd olunub. Sazilər dövlətinin özü 9-cu əsrin sonunda yaranıb. O da 9-cu əsrin ikinci yarısı eləyir. Bu mümkün deyil. Ona görə də 3-cü cavab da yanlışdır. 4-cü cavab, Xürrəmlər hərəkatı məğlubiyyətə başa çatmaz. Bəli, Bəz döyüşündən sonra 837, biz bunu bilirik. 837-ci il döyüşündə deməli Xürrəmlər hərəkatı deməli Bəz qalası mərkəzi tutulur, darmadağın edilir. Ondan sonra Babəklə edam edirlər və beləliklə Xürrəmlər hərəkatı yatırılır. 4-ü də götürürük. Azərbaycanın cənub torpaqlarında azadlıq hərəkatı mərkəzinə çevrilməsi yenə Babəklə bağlı məsələdir. Biz bilirik ki, Bəz qalası cənubda yerləşirdi və Bəz qalası Xürrəmlərin mərkəzi idi. Xürrəmlər də azadlıq hərəkatı sayılır. Bəz Ərdəbildə yerləşdiyinə görə də cənub torpaqlarımızda cümləni belə nəzərdə tuturuq ki, bəli, cənub torpaqlarımız azadlıq hərəkatının, yəni Babəkin üsyanının və ya Xürrəmlər hərəkatının mərkəzi idi. Dolayısıyla 5 də doğru cavabdır. Ona görə də burada doğru cavab 2, 4, 5 olur. Və nəhayət sonuncu 25-ci sual. Uyğunluğu müəyyən etmək lazımdır. Azərbaycan qədim dövrdə həmən bunun altından bir xətt çəkmək lazımdır ki, çaşmayaq. Və burada birinci Atropatenanı istəyir, ikinci də Albaniyanı istəyir. Baxırıq Atropatenaya öncə. Parfiya ilə həmsərhəd olubmu? Bəli. Makedoniya İskəndərlə müttəfiq olubmu? Xeyr. Bir daha deyirik ki, İskəndər imperiyası dağılmalıdır. Yəni İskəndər ölməlidir və onun imperiyası dağılmalıdır ki, Atropatena dövləti yaransın. Və C. Bütün Azərbaycanı əhatə edib? Xeyr. Heç bir qədim dövlətimiz bütün Azərbaycan torpağını əhatə etməyib. Ancaq Atropatena cənub torpaqlarımızı əhatə edə bilər. 2-də isə baxırıq, paytaxtının Qazax olması yanlışdır. Albaniyanın paytaxtı, iç paytaxtı Qəbələ, daha sonra Bərdə olmuşdur. B-də isə deyir, Roma dövləti ilə sülh bağlamaq. Bəli, doğru cavab budur. Albaniya qədim dövrdə Roma ilə sülh bağlayıb. Biz bunu bilirik və C-də isə çaşdırıcı bir cavab var. Varlığına son qoyulması. Bəli, siz bilirsiniz ki, Albaniya son qoyulub, amma nə vaxt? 8-ci əsrdə. 8-ci əsr isə artıq orta əsrlər sayılır. Bunun qədim dövr ola bilməz. Ona görə C-dən də imtina edirik. Ona görə 1 olur A, 1 olur A, 1 olur A, 2 də olur B. 1A, 2B. Bu qədər. İnşallah növbəti dərslərimizdə görüşənə qədər oldu. Sağ olun, salamat qalın.